Baxaq. Baxırıq. Buna qayib deyirlər. Yəni, üçüncü şəxsin təkinə ərəb dilində qayib deyirlər. Duribə döyüldü, o döyüldü. Duribə, o ikisi döyüldü. Duribu, onlar döyüldülər. Demək, bu duribə, duribu, bunlar kişi cinsindədir. Keçirik qadın cinsinə. Duribət, o döyüldü. Duribətə, o ikisi döyüldü. Duribnə, onlar döyüldülər. Keçirik müxatəbə, yəni feilin ikinci şəxsinə, sənə. Sən, siz, ikiniz, siz. Özdə kişi cinsində. Çünki tə var burada, tə. Qadın cinsində ti olur, kişi cinsində tə olur. Duribdə, sən döyüldün. Duribtümə, siz ikiniz döyüldünüz. Duribtum, siz döyüldünüz. Duribti, qadın cinsi, sən döyüldün. Duribtümə, siz ikiniz döyüldünüz. Duribtunə, siz döyüldünüz. Sonra gəlir mütəkəllim, yəni birinci şəxsdə mən. Duribtu, mən döyüldüm. Duribnə, ikimiz döyüldük. Duribnə, biz döyüldük. Keçirik alimə feilinin, bilmək feilinin, yəni çeviririk demək, məhsul növə və onu təsrif edirik. Ulimə bilindi deməkdir. Qayib, yəni üçüncü şəxsin təki, o, onlar, ikisi, onlar. Misalında olduğu kimi, ulimə, o bilindi. Ulimnə, o ikisi bilindi. Ulimu, onlar bilindi. Ulimət, qadın cinsidir. O bilindi. Ulimətə, o ikisi qadın bilindi. Ulimnə, onlar, yəni qadınlar bilindilər. Ulimtə, müxatəb, yəni ikinci şəxsdir, sənə aiddir. Sən, siz ikiniz, siz gedəcək. Belə, ulimtə, kişi cinsində, sən bilindin. Ulimtumə, siz ikiniz bilindiniz. Ulimtum, siz bilindiniz. Ulimti, sən bilindin qadın. Ulimtumə, siz ikiniz bilindiniz.